Mədəni afişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 13 fevral saat 19-da İlyas Əfəndiyevin eyni adlı pyesi əsasında hazırlanan Xurşidbanu Natəvan tamaşasına baxa bilərsiniz. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 13 fevral saat 19-da Çexovun povesti əsasında Palata tamaşası təqdim olunacaq. Səhnələşdirən Bəhram Osmanovdur. Azərbaycan Dövlət Kukla Teatrında 14 fevral saat 12, 14 və 16-da balacalar Şarl Peronun Qırmızı Papaq nağılına baxa bilərlər. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində 14 fevral saat 19-da Jane Austen'in Emma romanı təqdim olunacaq. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 15 fevral saat 19-da İlqar Fəhminin pyesi əsasında hazırlanan Şah Abbas Namə tamaşasına baxa bilərsiniz. Azərbaycan Dövlət Pantomim Teatrında 15 fevral saat 18-də Hüseyn Cavidin İblis pyesi səhnələşdiriləcək. Şuşa Dövlət Musiqili Dram Teatrında 15 fevral saat 19-da Cəfər Cabbarlının pyesi əsasında Solğun Çiçəklər tamaşası təqdim olunacaq. Rəşid Beyputov adına Azərbaycan Dövlət Mahnı Teatrında 15 fevral saat 18-də Tim Burton'un ssenarisi əsasında Gəlinin Nəşi uşaq müzikli səhnələşdiriləcək.